Satıcı iş masası almaq istəyən bir müştəriyə elegant bir ofis mebeli dəsti təklif edəndə müştəri etiraz edir. Mənə işimi görmək üçün masa lazımdır. Belə bir bahalı dəsti neyniyəcəm? Satıcı cavab verir: iş yalnız masa arxasında oturmaqdan ibarət deyil. Ofisiniz sizin düşüncə tərzinizi əks etdirir. Siz işinizi sadəcə görmək istəyirsiniz, yoxsa onu zirvəyə qaldırmaq istəyirsiniz? Burada satıcı müştəriyə əvvəlcə 2 seçim təqdim edir, sonra isə seçimlərdən birini zəiflədir. O müştərinin sadəcə işləmək anlayışını adi seçim kimi çərçivələyərək onu inkişaf etməyi seçməyə təşviq edir. Uğurlu olmaq satıcının təqdim etdiyi ofis mebelini almaqla şərtləndirilir. Müştəri deyir, amma nəticədə hər masanın üzərində işləmək mümkündür. Satıcı cavab verir: bəli, amma hər mühit beyninizi eyni dərəcədə ilhamlandırmır. İnsan harda işləyirsə, düşüncələri o məkanın enerjisini daşıyır. Siz hansı enerjinin içində qrup yaratmaq istəyirsiniz? Burada satıcı müştəriyə məkanı təkcə fiziki yox, həm də metafizik təsiri olan bir varlıq kimi təqdim edir. Bu arqumentdə məkanın enerjisi anlayışı var. Çünki insan bəzi məkanlarda özünü rahat, bəzi məkanlarda isə narahat hiss edir. Satıcı mühitin düşüncələrə təsirini vurğulayaraq ucuz masa almaq seçimini ilham verməyən mühit kimi çərçivələyir. Müştəri deyir, mən rahat və funksional bir şey istəyirəm, amma bunun qiyməti çox yüksəkdir. Satıcı cavab verir, pulunuzu rahatlıq və keyfiyyətlə dəyərləndirməyiniz xərc deyil, sərmayədir. Siz hər gün burada saatlarla vaxt keçirəcəksiniz. Niyə bu saatlar xoş və yaradıcı bir mühitdə keçməsin? Burada satıcı xərc və sərmayə arasındakı fərqi manipulyativ bir şəkildə təqdim edir. Kapitalist düşüncə modelinə əsasən xərclənən hər şey gələcəkdə daha çox gəlir gətirməlidir. Satıcı burada mebelin təkcə rahatlıq deyil, həm də maddi və mənəvi gəlir gətirəcəyini vurğulayır. Müştəri yumşalır, düzdür, gözəl mühitdə işləmək adama motivasiya verir. Satıcı gülümsüyür. O zaman bu mebel sadəcə bir əşya deyil, o sizin gələcək uğurlarınızın dayağıdır. Burada satıcı mebeli maddi obyekt olmaqdan çıxarıb bir simvola çevirir. Müştəri artıq masa almır, o uğurun rəmzi olan bir elementi alır. İnsanın müəyyən obyektləri şəxsiyyətinin və həyat tərzinin bir hissəsi kimi qəbul etməsinə səbəb olan yanaşma semiotik manipulyasiyadır. Satıcı müştərinin qorxularını ustalıqla tətkiləyir. İnsan işdə motivasiyasının azalmasını istəməz və uğurlarını təhlükəyə atmaz. Ona görə də adi masa almamalıdır. Satıcı əşyanın psixoloji və simvolik dəyərini artıraraq müştərinin onu almasına nail olur. İndi təqdim etdiyim üsul xüsusilə premium məhsulların satışında və müştərinin alış qərarını verməkdə tərəddüd etdiyi hallarda çox təsir edici olur. Bu saf manipulyasiya deyil, incə və strateji psixoloji təsirdir. Ünsiyyətinizin keyfiyyətini artırmaq istəyirsinizsə, natdan faydalanmaq əla seçimdir. Baharın gəlişi münasibəti ilə 2 möhtəşəm kampaniyaya start veririk. 25 martda başlayan Super Nat kampaniyası və 31 martda başlayacaq Nat Koçları kampaniyası dəyişim alətləri ilə xidmətinizdədir. Hədiyyələrlə zəngin bu kampaniyalar barədə məlumat almaq istəyirsinizsə, nömrənizi mənə yaza bilərsiniz. Satış yalnız məhsul satmaq deyil, insanın öz istəklərini dərk etməsinə kömək etməkdir. Bazarın qanunu sadədir. Nə satdığın yox, necə satdığın önəmlidir. Fikirləriniz çox maraqlıdır.